اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Bəqiyyətullah ilahi ümidin və intizarın adıdır. Bəqiyyətullah Həzrəti İmam Məhdi əleyhissalamın ən bariz və ən dərin mənalı ləqəblərindən biridir. Bəqiyyətullah ilahi ümidin sönmədiyini bildirir. Bu ləqəb haqq yolunun yarımçıq qalmadığını və ilahi ədalətin yeryüzündən silinmədiyini ifadə edir. Pak Əhl-i Beyt əleyhimussalam öz nurani kəlamlarında və dualarında davamlı şəkildə Bəqiyyətullahı işlədiblər. Məsələn, nüdbə duasında Eynə bəqiyyətullahilləti lə təxlu minəl-itrətil hədiyyə. Hidayət edən, pak Əhl-i Beytdən ayrılmayan Bəqiyyətullah haradadır? Əhl-i Beyt əleyhimussalam daim səslənərdi. Eynə bəqiyyətullah fil ərzi. Haradadır yeryüzündə olan Bəqiyyətullah? Bu yalnız bir sual deyil, bu qəlbləri oyadan bir çağırışdır. Və Allah-u Teala'nın əmanətinin axtarışıdır. Allah-u Teala bizi onu axtaran salih qullarından qərar versin. Bəqiyyətullah ləqəbi hardan götürülüb? Mənşəyi və mənbəyi haradır? Cavabı Quran-ı Kərimin Hud surəsinin 86-cı ayəsindən çıxarılıbdır. İntiza olunub, çıxarılıb. Allah-u Teala buyurur, Bismillahirrahmanirrahim. Bəqiyyətullahi xayrul lakum in kuntum mu'minin. Hamımız əzbərləməliyik bu ayəni. Bəqiyyətullah sizin üçün daha xeyirlidir, əgər möminsinizsə. Həzrəti Muntəzərin bu ləqəbi Quran-ı Kərimin Hud surəsinin 86-cı ayəsindən çıxarılıbdır. Yəni, mənbəyi və kökü Quran-ı Kərimə dayanır. Burada sual yaranır ki, axı Hud surəsinin 85-ci və 86-cı ayələri Şüeyb Peyğəmbərin qövmü barəsindədir. Həzrəti Şüeyb öz qövmünə buyurur, وَأَوْفُ الْمِكْيَالَ وَالْمِيزَانَ بِالْقِسْطِ. Ədalətlə çəkini və ölçünü verin, yerinə yetirin. وَلَا تَبْخَسُ النَّاسِ أَشْيَاءَهُمْ. İnsanların mallarını əski etməyin. وَلَا تَعْسَوْا فِي الْأَرْزِ مُفْسِدِينَ. Və yer üzündə fəsad törədən halda gəzməyin. Bu buyruqlar Şüeyb Peyğəmbərin öz qövmünə dedikləridir. Arxasıca gəlir 86-cı ayədə. Bəqiyyətullah xayrul lakum in kuntum mu'minin. Bəqiyyətullah Allahın saxladığı sizin üçün daha xeyirlidir, əgər möminsinizsə. Ayələr Şüeyb Peyğəmbərin öz qövmünə etdiyi ilahi çağırışlardır. Ayədə Allah-u Teala insanlara ədalətli ölçü və tərəziyə riayət etməyə çağırır. Ədaləti bərpa etməyə çağırır. Zülmün aradan qaldırılmasına çağırır. Elə isə bu ayənin Həzrəti
Muntəzər Məhdi əleyhissalamla nə rabitəsi var, nə əlaqəsi var? Bu sualın cavabı əsasən iki nöqtədə cəmlənir. Birincisi bəllidir. Deyərik ki, bu təfsir və ya təvilə əsasəndir. Biz danışmışdıq. Təfsir və təvil qayıdır ilahi elmə sahib olanlara. Onlar da Muhammed və Ali Muhammeddir. Və məsumlarımıza da, Ali Muhammedə də müraciət edəndə görürük ki, onlar buyururlar, Bəqiyyətullah Həzrəti Muntəzər əleyhissalamdır. Məsələn, ikisini zikr eləyərik. İmam Sadiq əleyhissalamın yanına bir kişi gəlir. Rəvayətdə belədir. Cəə rəculun iləl İmam Sadiq əleyhissalam. Bir kişi gəldi İmam Sadiq əleyhissalamın yanına. Fəqalə ləhu yəbnə Rasulillah. Buyurdu ki, ey Allah Rəsulunun övladı, Ənusallimu aləl Məhdi bi imrətil müminin. Biz Məhdini Əmirul Müminin deyə salamlaya bilərik. Yeri gəlmişkən, görün, İmam Cəfər Sadiq əleyhissalam 6-cı imamdır. Həzrəti İmam Məhdi 12-ci imamdır. Nə qədər fasilə var? 6-cı imam, İmam Məhdi əleyhissalamın nə qədər təbliğ eləyib ki, o dövrün insanlarında 12-ci imama qarşı maraq yaranıb. O maraqlardan biri də budur ki, salamlayanda necə salamlayaq? Hələ Həzrəti Məhdi əleyhissalam fizioloji olaraq dünyaya gəlməyib. Amma onun nurani vücudu var. Nə buyurulur Cami-i Kəbirə ziyarətnaməsində? Xalaqakum ənvarən. Allah sizi nur olaraq yarattı. Fəcəaləkum bi ərşihi muhdiqin. Və sizi ərşinin ətrafında qərar verdi. Yəni, Ali Muhammed hələ fiziki olaraq dünyaya gəlməmiş, onların nurani varlığı var idi. O şəxs də İmam Sadiq əleyhissalama buyurur ki, Həzrəti Məhdiyə salam verəndə Əmirul Müminin deyə salam verə bilərəm? Deyə bilərəmmi ki, Əssəlamu əleykə ya Əmirəl Müminin? İmam Cəfər Sadiq əleyhissalam cavabında buyurdu, xeyr. Həzə ismun. Bu elə bir addır ki, bu adla babam Əli bin Əbu Talib adlanıbdır. Qalan heç bir şəxs bu adı daşıya bilməz. Tək bir nəfərin ləqəbidir. O da Əli bin Əbu Talib əleyhissalam. Həmin şəxs soruşdu, bəs necə sahibi zamana salam verəndə deyim? İmam Sadiq buyurdu, qulu, belə deyin, Əssəlamu əleykə ya bəqiyyətəllah. Salam olsun sənə, ey bəqiyyətullah. Bunu deyəndən sonra bu ayəni oxudu. Hud surəsinin 86-cı ayəsi. Bəqiyyətullahi xayrul lakum in kuntum mu'minin. Bu göstərir ki, İmam Sadiq əleyhissalam bununla demək istəyir ki, həmin Hud surəsində olan Bəqiyyətullah elə o Həzrəti Məhdi Muntəzər Əccəlallahu Fərəcahu Şərifdir. İkinci rəvayət də İmam Baqir əleyhissalamın rəvayətidir. Həzrəti İmam Baqir buyurur, elə ki Məhdi zuhur eləyər, kürəyini Kəbəyə söykəyər. Və ilk deyəcəyi söz Hud surəsinin 86-cı ayəsidir. Bəqiyyətullahi xayrul lakum in kuntum mu'minin. Bu və buna bənzər rəvayətlər göstərir ki, məsumlarımız
ayədə olan Bəqiyyətullahı təfsir eləyirlər İmam Məhdi əleyhissalama. İkinci cavab odur ki, Şuayb peyğəmbərin qövmünə ünvanlanan bu ilahi çağırış əslində tək onlara aid deyil ki, bütün zamanların insanlarına aiddir. Şuayb peyğəmbər nə buyurur? Avful mikyələ vəl mizənə bil qıst. Qıst yəni ədalət. Ədalətlə çəkini və ölçünü yerinə yetirin. Bu tək onun qövmünə deyil ki, bizə də aiddir, bizdən sonrakılara da aiddir. Və la təbxəsun nəsə əşyaəhum. İnsanların mallarını əski etməyin. Onlara da aiddir, bizə də aiddir. Və la ta'asav fil arzi mufsidin. Yeryüzündə fəsad törədən halda gəzməyin. Xülasə, Şuayb peyğəmbərin qövmünə ünvanlanan bu ilahi çağırışlar nəinki onlara, bütün zamanlara aiddir. Ümumilikdə ayənin mənası nədir? Ayə ədalətin bərpasını tələb edir. O ki deyilir, bil qısti, ədalətlə kilonu, çəkini yerinə yetirin. Ədalətin bərpasını tələb edir. Daha sonra zülmün aradan qaldırılmasını tələb edir ayə. وَلَا تَبْقَسُ النَّاسِ أَشْيَاءَهُمْ. İnsanların mallarını əski etməyin. Onların mallarını əski etməklə onlara zülm etməyin. Mənası budur. Yeryüzündə fəsad törədən halda gəzməyin. Zülm törətməyin. Və həmçinin ilahi qanunlarla yaşamağın vacibliyini bəyan edir. Harda? Bəqiyyətullah sizin üçün xeyirlidir, əgər möminsinizsə. Mömin ilahi qanunlarla yaşayır da. Ayə ədalətin bərpasını və zülmün aradan qaldırılmasını tələb edir. Həzrəti İmam Məhdi əleyhissalam da yeryüzündə bu ədalətin canlı təcəssümüdür. Ayə insanları haqq və dürüstlüyə çağırır. Həzrəti Muntəzər Məhdi əleyhissalam da haqq və dürüstlüyün kamil icra edicisidir. Deməli, ayənin mesajı ilə imamın vəzifəsi bir nöqtədə cəmlənir. O da ədalətin bərpası və zülmün aradan qaldırılmasıdır. O səbəbdən İmam Məhdi əleyhissalamla o ayənin rabitəsi və əlaqəsi var. Salavat zikridir. Yaxşı, Bəqiyyətullah sözünün mənaları nədir? Bəqiyyətullah sözü hansı mənaları ifadə edir? Mənalarına keçməmiş bir müqəddimə verək. Bəqiyyətullah ərəb dilində izafətdir. İzafət bizim qrammatikada uzlaşmayan təyini söz birləşməsi. Bunu sadə dillə ifadə eləyək. Məsələn, Əlinin kitabı. Kitab nisbətin verir Əliyə. Əlinin kitabı deyiləndə, yəni o kitab Əliyə məxsusdur. O kitab Əlinin mülkündədir. Bəqiyyətullahda da ərəb dilini bilənlər var. İzafət ləmidir. Yəni bu deyilənlər orada var. Bəqiyyə sözü ki, Allaha birləşir və Allaha nisbətin verir. Yəni o saxlanan, o qalan Allaha məxsusdur. Allahın mülkündədir. O da Həzrəti Muntəzər Məhdi əleyhissalamdır. Bəqiyyətullah sözünün dillər əzbəri olan
mənası, az öncə qardaşımız da onu dedi. El-mutabaqqi minəş-şey, yəni müəyyən bir şeydən qalan deməkdir. Məsələn, puldan nə qalıbsa, ona deyilir bəqiyyə. Maldan nə qalıbsa, adlanır bəqiyyə. Hər nə ondan nəsə qalarsa, ona ərəb deyir bəqiyyə. Ona görə izah verəndə ərəbdən ərəbə əl-mutabaqqi minəş-şey, müəyyən bir şeydən qalan şeyə bəqiyyə deyilir. Yaxşı, bu mənanın ayə ilə nə əlaqəsi var, nə münasibəti var? Deyərik ki, ilahi rəhbərlik silsiləsindən yer üzündə saxlanılan və qalan nümayəndə Həzrəti Muntəzər Əccəlallahu Fərəcahu Şərifdir. İkinci mənası Əl-bəqiyyətu ibarətun ən xiyərəti şey və safvatihi. Bu orijinal deyə bu cür lüğətdən istifadə olunub. Mənası odur ki, bəqiyyə bir şeyin ən safı, ən dəyərli hissəsi deməkdir. Bir şeyin ən seçilmişi. Məsələn, bizim əlimizdə müəyyən qədər mal olanda, o malın ən dəyərli hissəsi var da, ərəb ona deyir bəqiyyə. Biz də ərəb olsaq deyəcək bu bəqiyyədir. Yəni bu qədər malın ən dəyərlisidir. Allah-u Teala'nın da məxluqatı içərisində ən dəyərlisi Həzrəti Muntəzər Məhdi əleyhissalamdır. Əcəlallahu Fərəcahu Şərif. Üçüncü mənası muntəzər. İntizarı çəkilən. Bəqiyyə, yəni intizarı çəkilən. Yəni muntəzər. Bəli, Allah-u Teala bizi intizarını çəkənlərdən qərar versin. Ərəb dilinin özündə də bəqiyyə intizarı çəkilən olaraq işlədilir. Hətta hədislərdə də bəqiyyənin bu mənası görünübdür. Məsələn, Sunanu Əbu Davud o kitabda Məaz İbn Cəbəldən rəvayət var. İndi o rəvayət haqqında danışmırıq. Necədir, nə cürdür, izahı nədən ibarətdir, ora keçmirik. Bizim hədəfimiz oradan bəqiyyənin intizar mənasında olub-olmadığını görməkdir. Ən Məaz bin Cəbəl, Məaz bin Cəbəldəndir, qalə buyurdu, əbqaynən nəbiyyə, biz Peyğəmbəri gözlədik, fi salətil utbə, İşa namazında, fəəxxərə, o gecikdi Rasulullah, hətta zənnəzzən ənəhu leysə bi xaric. Hətta belə güman edən etdi ki, o Peyğəmbər çıxmayacaq. O arxası da var, burada bizim işimiz yox. Əvvəlində ki deyilir, əbqaynən nəbiyyə, əbqaynə həmin bəqiyyə, eyni kökdəndirlər. Əbqaynə bəqiyyə eyni kökdəndir. Bu hədisdə əbqaynə gözlədi mənasında gəlibdir. Əbqaynən nəbiyyə, Peyğəmbər də oldu nə? Muntəzər, gözlənilən. O səbəbdən bəqiyyənin bir mənası muntəzərdir. Bəqiyyətullahi xayrul ləkum in kuntum mu'minin. Allahın muntəzəri, intizarı çəkiləni sizin üçün daha xeyirlidir, əgər möminsinizsə. Allah-u Teala bizləri Həzrəti Məhdi əleyhissalamın intizarını çəkən, qəlblərimizi onun intizarında sabit, yolunda isə sadiq qərar versin.